Salam əleykum, hər vaxtınız xeyir olsun. Mən Suraxanı rayon Əmirəzən qəsəbəsindən zəng edirəm. Deməli, özüm birinci qrup əliləm, 10 dənə əməliyyat keçirmişəm. İkinci tip şəkərli diabetəm. Bu aylıq dərmanları mən alıram şəkərlə əlaqədar. Lakin 6 aydan bir mənə deməli sistem üçün 3 dənə orada deməli iynə dərmanı verirlər. Onlar hələ də verilmir. Onlar deməli aprel ayında verilməlidir ki, sərin vaxtı ki, mən o sistemi qəbul edim. Lakin indiyəcən yoxdur. Daha mən haralara zəng eləməmişəm. Xeyri yoxdur. Sonra bu təbibə zəng eləmişəm. Təbibin telefonunu vəbşə heç kim götürmür. Heç belə bilirsiniz, hələ bir ki, heç kim yoxdur. Xahiş edirəm sizdən artıq dərəcədə. Buna baxanlar deməli, qoy bir tədbir etsinlər ki, həkimlər, yuxarıda oturanlar ki, bizim dərmanlarımız şəkərlə əlaqədar vaxtında verilməlidir.